Bismillahirrahmanirrahim. Bugünkü mövzumuz bu şəkildədir. Vasitənin meyarı paklıq olmalıdır. İmam Hüseyn əleyhissalam öz səfiri Muslim ibn Əqili Rızvanullahi əleyhi Kufiyə göndərərkən ona asan bir qələbə vəd etməmişdir. Əksinə tam bir məsuliyyət dili ilə bu şəkildə buyurmuşdu. İnni muvəccihuka ila əhlil Kufə və seyəqzillah min əmrikə ma yuhibbu və yarza və ənə ərcu ən əkunə ənə və əntə fi dərəcəti şühəda. Mən səni Kufə əhlinin yanına göndərirəm, onlara göndərirəm. Allah sənin işində sevdiyi və razı qaldığı hökmü verəcəkdir. Ümid edirəm ki, sən və mən şəhidlərin dərəcəsində olaq. İmam əvvəldən buyurmurdu ki, gedib artıq ora hazırdır, sənindir, sənin əlindədir. Bu şəkildə imam ona bildirdi. Yəni bizə onu sübut eləyir ki, müqəddəs bir hədəf əsla haram bir vasitəyə bəraət qazandırmır. Allahın yer üzərindəki xəlifəsi silahlardan öncə dəyərlərlə qalib gəlməlidir. İndi ki, ən əziz adamın Kufiyə göndərir. Muslim ibn Əqili. Muslim gəldi Kufiyə. Buradakı nümunə, buradakı məsəl çox əzəmətli bir məsəldir, əzəmətli bir davranışdır. Həmin bu ünvana uyğun davranışdır. Kufədə həmin vaxtı İbn Ziyad gəlib ələ keçirtmişdi Kufəni. Hani İbni Urvənin evində Şərik İbni Əvər var idi. İbn Ziyad onu ziyarətə gəldi. Müslim də həmin evdə idi. Müslimə təklif olunur ki, gəlsin İbn Ziyada sui-qəsd eləsin. Həmin vaxtı qəfildən çıxsın, İbn Ziyadı öldürsün. Əgər öldürsəydi nə olacaqdı? Başçı öləcəkdi. Bütün işlər hamısı keçəcəkdi Müslimin əlinə. Müslim artıq bütün hesab kitabı dəyişəcəkdi. Amma Müslim buna əsla razı olmur. Sual verirlər, niyə Peyğəmbərin hədisini gətirir ki, İnnəl iman qayyədəl fətk, la yəftikul mümin. İman sui-qəsdə cilov vurur, sui-qəsdə buxov vurur, sui-qəsdə icazə vermir. Mömin sui-qəsd eləməz. Müslim haqq və ədalətin xəyanət üzərində ucalmasını qəbul etmədi. Həmin bu mənəviyyat ruhun İmam Hüseyn əleyhissalamı orada təmsil edirdi. Bu bizlər üçün də nümunə olmalıdır. Düşmənçiliyin ən pik nöqtəsində belə əxlaqa, əhdə, sadiq qalmaq lazımdır. Prinsiplərin qorunması hesabına gələn hər hansı bir sürətli və şübhəli qələbədənsə Allahın razılığını qazanmaq ən üstünüdür. Orada, həmin buradan bizim çıxaracağımız dərslər də bu idi. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin.